Əziz izləyicilər, rus dilini öyrənənlər, öyrənməyə çalışanlar, sevənlər və hamınızı salamlayıram. Beləliklə, bugünkü mövzumuz dialoq, tanışlıq dərsidir. Bu mövzunu istəyirəm elə mənimsəyək ki, siz bu videonu izlədikdən sonra öz güvənli şəkildə istədiyiniz şəxslə tanış ola biləsiniz. Və beləliklə keçək dərsimizə. Yəni bu dərsdə mən çalışdığım qədəri ilə ətraflı şəkildə keçmişəm, qeyd etmişəm və istəyirəm onları sizə çatdırım. Beləliklə salamlaşmadan birinci başlayaq. Salamlaşma iki növdür. Здравствуйте və privet. Здравствуйте hansı hallarda və kimlərə deyilir? Bizim səmimi olmadığımız şəxslər, ilk tanış olduğumuz şəxslər, bizdən böyük olanlara və hörmət, ehtiramla görüşmə növünə deyilə bilər. Здравствуйте. Lakin və bu daha çox rəsmidir. Və bunun başqa halı da var. Əgər cəm şəklində istifadə eləyəriksə, yəni birdən çox şəxslərlə görüşmək istəsək, yəni girib hamıya cəm şəklində salam vermək istəsək, deyirik Здравствуйте. Və beləliklə görüşmüş oluruq. İkinci isə privet. Privet bu bayaq sadadıqlarımın əksidir. Amma hörmətsiz görüşmə tərzi deyil. Sadəcə səmimidir. Privet. Yəni sən ilə. Yəni var siz ilə xitab anlayışı, var sən ilə. Privet sən ilə. Yəni həmkarı, yaşıd, səmimi olduğumuz şəxslərlə privet deyə görüşə bilirik. Bu belə. Və görüşmədən bitdik. İndi İkinci mərhələyə keçək, ad məsələsi. Adı necə soruşuruq? Adı belə soruşuruq. Ya sənlə, ya sizlə. Birincisi, sənlə soruşsaq, как тебя зовут? Как тебя зовут? Sənin adın nədir? İkincisi, как вас зовут? Как вас зовут? Sizin adınız nədir? Üçüncüsü isə, əgər, yəni o adətən tanışlıq zamanı olmur. O adətən iş görüşmələrində, adətən sizin haqqınızda məlumat toplayarkən, sənəddə və yaxud da hansısa bir işgüzar görüşmədə, misal üçün, sizdən soruşa bilərlər, belə deyə bilərlər ki, Vaše imə, yəni sizin adınız, Vaše imə, bax beləncə, yəni belə də soruşula bilər. Daha sonra cavaba keçək. Deyə bilirsiniz ki, Vaše imə soruşulduqda, deyə bilərsiniz ki, Moyo imə Mustafa və yaxud Меня zovut digər suallar isə, как тебя zovut deyilsə və yaxud da как вас zovut deyilsə, deyə bilərsiniz, Меня zovut Tofiq, Mustafa, Aleksey, Меня zovut filan kəs. Bəs biz bu şəxslərə qarşılıqlı sualı necə verək? Qarşılıqlı sual isə belə verilir. Artıq təkrarlamağa ehtiyac yoxdur. Как тебя zovut? Siz ona belə demirsiniz. Siz ona qısa şəkildə deyirsiniz ki, a тебя, bəs sənin və yaxud da bəs sizin, a вас, bu qədər bəsit. Və o sizə öz adını demiş olacaq. Bu da ad məsələsi idi. Bunu da bitirdik. Bu xüsusu da sizə xatırladım. Yenə işgüzar görüşlərdə siz CV dolduranda və yaxud da hər hansısa bir yerdə ad, soyadınızı və ata adınızı qeyd etmək bölümündə görəsiniz ki, yazılıb I, F, O ya da F, I, O. Bu deməkdir ki, familiya, imя, отчество ya da imя, familiya, отчество beləncə. Daha çox F, I, O olur, səhv etmirəmsə. Və davam edək. Отчество isə atasının adı deməkdir. Və yaş məsələsi. Addan sonra yaşa keçək. Yaşda isə biraz çoxdur suallar. Yəni, belə olur. Yenə sən və siz olaraq ayrılır. Budur. Сколько вам? Soruşula bilər, сколько вам лет? Soruşula bilər, сколько тебе, sadəcə, və soruşula bilər, сколько тебе лет? Yəni, bunların hamısı ya sənlə, ya sizlə verilən suallardır.
Və yaxud necə ki, vaşı imə dedik, burada da yaşı soruşanda belə soruşa bilərlər. Vaş возраст, yəni sizin yaşınız. Onda da cavabı belə verirsiniz. Ya deyirsiniz, мне 25 лет, ya deyirsiniz, мне 25, qısaltmış olduq. İndi daha da qısaldırıq. Мне də buradan gedir və qalır sadəcə rəqəm 25. Sadəcə rəqəmi deyirsiniz 25, 25. Və buna qarşılıqlı sualı necə verək? Yəni, bayaq necə ki, adda dedik, bəs sənin, bəs sizin. Burada da var o şey. Və burada olur a, vam, avam. İstəsəniz uzun da sual verə bilərsiniz. Deyə bilərsiniz, avam сколько лет? Ya da istərsəniz qısa deyərsiniz. Avam, burada zaten məlum olunur ki, yəni yaşınız soruşulur. Çünki söhbət ondan gedir. Daha sonra biz təcrübədə görürük ki, biz xaricdə tanış olduğumuz şəxslərlə adətən xarici dildə danışanda daha sonra bir-birimizə soruşuruq ki, bəs siz haralısınız, hardansınız? Və beləliklə bu sual belə verilir. Вы откуда? Siz haralısınız? Və yaxud da ты откуда? Sən haralsan? Adətən ruslardan da eşidə bilərsiniz ki, bunun tərsinə də deyə bilirlər. Deyə bilirlər, откуда вы? Откуда ты? Belə də soruşa bilərlər. Və beləliklə cavab. Cavab deyilər, я из Azərbaycana, я из Turции, ya iz Pakistana. Amma elə də ola bilər ki, siz eşidərsiniz ki, deyərlər ki, ya s Azərbaycana, ya s России. Amma bu tərcih edilməyən deyilişdir. Yəni tərcih olunan və qrammatik baxımından düzgün olan iz deyilməlidir. Düzdür, elə adalar var ki, misal üçün orada s işlədilir. Misal üçün ya s Saxalin, ya s Kamçatki, ya s Narıgina, misal üçün. Və sair və ilaxır. Daha sonra, tanış olduqdan sonra biz bir-birimiz barəsində biraz məlumat, bir-birimizin haqqında biraz öyrəndikdən sonra bir-birimizə demək istəyirik ki, tanış olduğumuza şadam. Onu necə demək olar? Və beləliklə belə deyirik. Очень приятно. Рад знакомиться. Rad знакомству. Приятно знакомиться. Yəni bu 4 variantda işlədirlər. Sizə hansı rahatdır, onu seçib işlədə bilərsiniz. Hamısının məna etibarilə, yəni mahiyyəti eynidir ki, yəni ya deyir xoş oldu tanışlığımız, ya deyir mənə xoş oldu, ya deyir şad oldum tanış olmağımıza, beləncə tərcümələri özündə ehtiva edir. Və buna cavab necə olur? Мне тоже, mənə də. Və bunun ikinci cavabı da var. Взаимно. Bu da qarşılıqlıdır deməkdir. Qarşılıqlıdır. Sizə hansı daha rahatdırsa, onu seçirsiniz və istifadə edirsiniz. Daha sonra gələk rusların suallarına. Yəni artıq biz tanış olduq, hərəmiz öz yerimizə oturduq, öz işimizlə məşğuluq və gündəlik həyatımızda bir-birimizə gəlib sual verdikdə verilən sualları sizə təqdim edirəm. Как дела? Как ты? Как себя чувствуешь? Как чувствуется? Чё, как? Какие новости? Как проходят дни? Как проводишь dni? Hələ bu mənim yadıma gələnlərdir. Mənim yadıma gəlməyən nə qədər də sualları vardır rusların. Yəni belə suallar verirlər. Bunlar yəni biri vəziyyəti soruşur, biri insan əhval-ruhiyyəsini xəbər alır, soruşur. Biri deyir gününü necə keçirdirsən. Yəni bu beləncə suallardır. Və beləliklə buna cavablar necədir? Buna cavablar isə yenə standart olanı da vardır və standart olmayan da vardır, nəzərinizə çatdırım. Cavablar belədir. Хорошо, yaxşı, нормально, normal. Hətta ruslar belə də deyirlər. Norm. Sadəcə deyirlər norm. Yəni normal. Üçüncü, отлично, əla. Отлично sözünün isə yenə qarşılıqlı dialekt
istifadə etdikləri, bəzi yerlərdə istifadə edirlər. Deyirlər nişcak. Nişcak. Bu da əla deməkdir. Və beləliklə sadəcə rəsmi söz deyil. Yəni rəsmi söz olaraq atliçna deyilir. Daha sonra dördüncüsü saycot. Saycot yəni belə də gedər. Belə də, elə belə. Yəni məqbuldur. Taksibe, beşincisi taksibe, yəni bu da elə belə deməkdir. Altıncısı neplохо, pis deyil. Yeddincisi плохо, pistir. Sekizinci потихоньку, yəni yavaş-yavaş. Elə belə. Düzdür, потихоньку sözünü deyə bilərsiniz ki, şərh bölməsində yaza bilərsiniz ki, bəs потихоньку sözü тихий sözündən törənib, yəni тихий sözündən, тихий də sakit deməkdir. Lakin burada biz məna etibarilə tərcümə edirik və ruslar bunu deyəndə потихоньку onu nəzərdə tutmurlar ki, sakit, vəziyyətim sakitdir. Yəni məna odur ki, yəni yavaş-yavaş. Salamatçılıqdır mənasında, yəni yavaş-yavaş belə. Və bunlara qarşılıqlı sual necə verək bu bayaqki suallara? Düzdür, çox sual verilə bilər. Deyilə bilər atibə, autibə, belə də deyilə bilər. Lakin biz bunu asanlaşdırdıq və iki variant təqdim edirik. Birinci atı, ikincisi isə avı. Bəs sən, bəs siz. Bu qədər. Yəni çox ümid edirəm ki, bu dərsimiz sizin üçün faydalıdır. Suallarınız varsa şərh bölməsinə bildirin. Mənim ağlıma gəlməyən sual və cavablar varsa onu da bildirin. Yəni hamımız üçün faydalı olar və hamınıza uğurlar arzu edirəm.